Türkiyədə İstanbul və Ankara şəhərlərinə qoşunlar və zirehli texnikalar küçələrə çıxarılıb. Ankarada hətta qırıcılar aşağıdan uçuşlar həyata keçiriblər. Paytaxtda atışma səsləri eşidilib. Havaya qaldırılan helikopterlər binalardan birini atəşə tutub. Reuters agentliyi xəbər verir ki, Türkiyənin baş naziri Binali Yıldırım dövlət çevrilişinə cəhd olduğunu bəyan edib. Türkiyə baş naziri Binali Yıldırım Ankara və İstanbuldakı fövqəladə vəziyyətlə bağlı açıqlama verib. Məlumata görə baş nazir deyib ki, hərbiçilər arasında çevrilişə cəhd olub. Türkiyənin baş qərargah rəisi Hulusi Akar bir qrup hərbiçi tərəfindən girov götürülüb. Qərargah rəisi ilə birlikdə bir neçə generalla girov götürülüb. Sonradan həyata keçirilən əməliyyatlar nəticəsində girovlar azad ediliblər. Türkiyədə dövlət çevrilişi planını hazırlayan şəxsin adı açıqlanıb. Türkiyə kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə çevriliş planını vəzifədən kənarlaşdırılan baş qərargah ədliyyə müşaviri polkovnik Müərrəm Kösə hazırlayıb. Hərbi mənbələrdən verilən məlumata görə Kösə ilə yanaşı çevriliş planını polkovnik Məhəmməd Oğuz Akkuş, Erkan Ağır, Doğan Uysal hazırlayıblar. Təcili olaraq istirahət etdiyi Marmarisdən İstanbula gələn Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan mətbuat konfransı keçirib. Prezident deyib ki, hazırda həmin hərbiçilərə qarşı əməliyyatlar davam edir. Həbs edilənlər var və bu əməliyyatlar sonuna qədər davam edəcək. Millətin silahı ilə millətə vururlar deyən Ərdoğan bildirib ki, bu çevrilişə cəhdin Türkiyə üçün böyük faydası olacaq. Çünki Türkiyə silahlı qüvvələrində olan xainlər üzə çıxdı. Hamısı bir-bir təmizlənəcək. Bədəlini çox ağır ödəyəcəklər. Türkiyə Silahlı Qüvvələri xüsusi təyinatlı qüvvələrinin komandanın canlı yayıma bağlanaraq artıq vəziyyətin nəzarətə alındığını, lakin bir neçə şəhid və yaralının olduğunu bildirib. Hazırda TRT-nin İstanbul studiyasında və Atatürk hava limanında çevrilişdə iştirak edən hərbi qulluqçular nəzarətə alınıblar. Əhali ölkənin bütün vilayətlərindən meydanlara axışaraq dövlət çevrilişi cəhdinə sərt şəkildə etirazlarını bildiriblər. Bir neçə saat əvvəl isə Ankaranın Gölbaşı qəsəbəsində xüsusi təyinatlı polis bölməsinə edilən hücumda 17 polis əməkdaşının həlak olduğu bildirilib. Qiyam nəticəsində Türkiyədə ümumilikdə 60 nəfər həlak olub. Son məlumatlara görə qiyam nəticəsində Ankarada əksəriyyəti polis əməkdaşları olmaqla 42 nəfər ölüb, 60-a insan yaralanıb. Türkiyə Silahlı Qüvvələrinin 5 generalı və 29 polkovniki vəzifəsindən azad edilib. Onlar həmçinin Daxili İşlər Nazirliyi tərəfindən saxlanılıb. İstanbul Polis İdarəsi Respublika Baş Prokurorluğunun təlimatı əsasında istintaqa başlayıb. Cəbir Məmmədov, Səs TV. Rahat olun, yarbayla bir maçta bizde. Rahat olun.